Məsələ budur ki, bir gün ən böyük problem ailə münasibətləridir. Ailə bir gün boşanmalar inanılmaz bir dərəcədə gəlib çatıb və çox təəssüflər olsun ki, ailə münasibətləri dəhşətli dərəcədə, orada da təbii ki, cəmiyyətin də, dövrün də rolu var. Qadınlar gender bərabərliyi, yox, hələ birinci boşanmadan danışılır. Kişi nə yeyir, qadın da ondan yeyir də, bunun qidasına ikinci dərəcəlidir. Sonraki məsələdir, o dediyim cinsi zəiflik və digər məsələlərə aiddir. Hələ birinci ondan gedir ki, bu gender bərabərliyi sosial şəbəkə ilə gözəl xanımlarımızı enerji ilə yükləyirlər, o da düşür kişinin üstünə. Orada da alınmır, mən demirəm kişilər idealdır, kişi kişidir də. Mən təbii ki, bilirəm ki, evin sütunu qadındır, evi qoruyan qadındır, kişi deyil. Ancaq qadın da evi o cürə qoruyur ki, o kişini kişi kimi tutur, kişi kimi saxlayır, hörmət edir. Kişiyə hörmət ediləndə uşaq da kişiyə, ataya hörmət edir və uşaq anaya da hörmət edir. Əgər qadın kişini nüfuzdan salırsa, o evdə o qadına, anaya da hörmət olmayacaq, heç vaxt olmayacaq. Və uşaqlar da yarımçıq böyüyəcəklər. Nə deyirlər? Anasına bax, qızına al, atasına bax, oğluna get. Elə belə söz deyil. Ona görə də nə vaxtsa bu inqilab olacaq, nə vaxtsa bu gender bərabərliyi söhbəti yığışacaq. Çünki qadınlar başa düşəcək ki, axı sən indi sürətlə gəldi. Qabaq Sovet dövründə bir müəllimə aldığı maaşla iki uşağını böyüdürdü, oxudurdu, evləndirirdi. Bu gün atanın hər qadın iş adamı deyil, bu günün atanın eləyə biləcəyini hər xanım eləyə bilməz. Eləyə bilən xanımlar var, biraz da artıq, ancaq hər qadın eləyə bilməz. Yəni, ailəni qorumaq, uşağa, maddi mənəvi qorumaq, belə şeylər var ki, onu qadın eləyə bilməz, mümkün deyil. Təmizləyər, bişirər, geyindirər, ideal şəkildə baxar, təmizliyi olar. Ancaq o gedib gecə səhərə qədər haradasa fəhləlik elə, mühafizət işləyə bilməz, əziyyət çəkə bilməz, daş daşıya bilməz. Yəni, pul qazanmanın pambıq daşımaq da var, daş daşımaq da var. Qadın nə o pambığı daşıyamayacaq, nə o daşı daşıyamayacaq. Əsasında o deyil, o deyil. O, yəni, insan yaranandan bəri ki, bir qayda var, ailənin bir tərifi var, ailənin bir sütunu var. Orada ata başdadır, ana onun yanındadır, evlatlar da ətrafındadır. Ancaq yenə deyirəm, evin qorucu mələyi qadındır. Sən sosial şəbəkəyə baxıb, Hind kinolarına baxıb, Türk kinolarına baxıb, özünü xoşbəxt şahzadə görməklə ailəni dağıdacaqsın. Gizli sevgiləri oxumaqla güya yaşayırsan, o aktyordur, aktrisadır, pul qazanır. Sən də ona baxıb gizli bir sevgi tursun, sonra da həyatın bahasına başa gəlir. Ailə dağılır. Görsə nə qədər sürətlə uşaqların sayı azalır, cinayətlər artır, qadın ölümü artır. Niyə o günə qalırsan ki? Sənin anan pis qadın idi, sənin nənən pis qadın idi. Müharibədən əri gəlmədi, qayıtmadı. 2, 3, 5 uşağı o qadın kolxoz dövrü idi. Canını qoydu, böyütdü hamısını ölkənin məşhur kişiləri ilədi, xanımları ilədi. Niyə? O nətər dözdü? Namusla, qeyrətlə, o nətər dözdü? Sən bugün hər şeyin var, sən indi kişi işdən gəlib, təbii ki, ondan təri də gələ bilər, əməkdən gəlib, yorğun da gələ bilər, əsəbi də gələ bilər. Sən onu yola verməlisən ailənin qoruyucu mələyi kimi. Mən elə düşünürəm, elə başa düşünürəm. Bu da gənclərimizə bir böyük nəsihət.